Biz istəyirik ki, xanım, məktəbimizə yeni direktor təyin olunsun, əsl direktor təyin olunsun, bizim uşaqlarımızı bir yerə yığa bilən direktor təyin olunsun. Yəni bizim əsas problemimiz odur ki, Nəzakət Əsgərova xanım, yəni bu 25 nömrəli məktəbdə çox gözəl müəllimələr var. Elə bil ki, direktor əskiyliyidir, o xanım hegemonluq eləmək istəyir. Bir sözlə açıq rüşvətxorluq gedir də. Deməli, kimin imkanı var, onları seçib saxlayır. Bu illəri 500 tələbə buradan təxris edib. Xətai rayonunda fəaliyyət göstərən 25 nömrəli tam orta məktəb ilə bağlı valideynlərin narazılıqları davam edir. Valideynlər patrulaza müraciət edərək bildiriblər ki, məktəbdə son aylar ciddi gərginlik hökm sürür. Məlumata görə, məktəb humanitar fənlər təmayüllü məktəb liseyi ilə yanaşı binalarda yerləşir. Həmin liseyin direktoru Nəzakət Teymurovadır. 25 nömrəli məktəbin əvvəlki direktoru Fəridə Şərifova olub. O, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara və qanunsuzluq iddialarına görə vəzifəsindən azad edilib. Şərifova işdən kənarlaşdırıldıqdan sonra 25 nömrəli məktəbə müvəqqəti olaraq humanitar fənlər təmayüllü məktəb liseyin direktoru Nəzakət Teymurova rəhbərlik edir. Valideynlərin sözlərinə görə məhz bundan sonra məktəbdə gərginlik daha da artıb. Valideynlər iddia edirlər ki, Nəzakət Teymurova 25 nömrəli məktəbi də liseyi ilə birləşdirmək və öz rəhbərlik etdiyi liseyin tərkibinə qatmaq niyyətindədir. Bu məqsədlə məktəbdə müxtəlif dəyişikliklər aparılmağa başlanılıb. Onların sözlərinə görə ilk olaraq nisbətən zəif nəticə göstərən şagirdlər müxtəlif bəhanələrlə məktəbdən uzaqlaşdırılmağa cəhd olunur. İmtahanlara isə müəllimlər deyil, məktəbin mühafizə xidmətində çalışan iri cüssəli əməkdaşların nəzarət etməsi uşaqlarda əlavə psixoloji gərginlik yaradıb. Şagirdlərin ailələri bildirirlər ki, imtahan prosesində mühafizəçilərin iştirakı uşaq psixologiyasına mənfi təsir göstərib. Nəticədə dərs mühitində narahatlıq və qorxu hissi güclənib. Bəzi valideynlərin sözlərinə görə məktəbdə adi pedaqoji prinsiplərə zidd olaraq müəllimlərin səlahiyyətləri məhdudlaşdırılıb, şagirdlərin isə hüquqları kobud şəkildə pozulub. Məsələ ilə bağlı rəsmi qurumların münasibəti hələlik məlum deyil. Valideynlər isə aidiyyəti dövlət orqanlarından vəziyyətə hüquqi qiymət verilməsini, uşaqların təhsil hüquqlarının qorunmasını və məktəbdə yaranmış gərginliyin aradan qaldırılmasını xahiş edirlər. Bizim əsas problemimiz odur ki, Nəzakət Əsgərova xanım, yəni bu 25 nömrəli məktəbdə çox gözəl müəllimələr var. Elə bil ki, direktor əskiyliyidir, o xanım hegemonluq eləmək istəyir. Birincisi ona görə ki, istəmirik 9-cu sinifdə oturan uşaqları öz məktəbinə, humanitar liseyə imtahana aparıb, BSG-yə aparıb. Bu dövlət imtahan mərkəzinin imtahanı deyil, bir şey deyil. Sizin nə ixtiyarınız var, valideyninizdən icazəsiz, öz başınızdan hərəkət edib uşaqları başqa məktəbdə imtahana aparırsınız. Bu birinci məsələ. İkinci məsələ, qəbulu bağlayıblar, birinci sinifin qəbulunu bağlayıblar. Nə üçün? Bax, biz yaxında yaşayırıq, uşaqlarımın, mənə ən yaxın olan məktəb buradır. İstəyirəm ki, uşaqlarım bu məktəbə getsin, birinci sinifə. Özüm olmasın, qardaşım uşaqları olsun. Niyə qəbulu bağlamısan? Bunun əsas məqsədi odur ki, uşaqları ələkdən keçirsin, savadlı uşaqları saxlasın, adla olsun ki, bura filankəs müəllimənin, direktorun məktəbidir. Biz istəyirik ki, xanım, məktəbimizə yeni direktor təyin olunsun, əsl direktor təyin olunsun, bizim uşaqlarımızı bir yerə yığa bilən direktor təyin olunsun. Direktor vakansiyasının qabağını bağlayıblar. Bizə keçən il deyiblər ki, müvəqqətidir bu direktor. Narahat olmayın, qoymuşuq o məktəbə ki, o məktəbi düzəltsin. Dünən biz siniflərə girmişəm, mən uşağımın kitabını götürüb siniflərə girmişəm. Siz orada siniflərin vəziyyətini görsəz, bu nə düzəliş eləyib, nə iş görüb bilinmir. Divarlar nə gündə, polpada, ancaq nəyə düzəliş eləyib bilirsiniz? Müəllimləri çıxardıb, ondan sonra məktəb uşaqları daşınıb hamısı başqa məktəbə. Çünki burada uşaqlar azalmalıdır ki, bu məktəb bağlansın ki, keçsin oraya. Yoxsa 1300 nəfərlik məktəbə bağlamağa ixtiyarları yoxdur axı. Ona görə uşaqlar, valideynlər də indidən uşaqları daşlayıblar. Rus sektoru demək olar ki, tamamilə gedib. Burada qalıb az sektorları. Birinci sinif, mənim qızım birinci sinifə gəlir bu illəri. İclas eləyib, birinci siniflər humanitar liseyin qabağına yığışsın. Orada mən onları qəbul eləyim, onlara xoş gəldin eləyim, çatdıra bilmirəm. Ondan sonra gəlsinlər bu məktəbin dərsə girsinlər bura. Mən uşağımın biri 7-ci sinifə gəlir, onun da təbii ki, ilk günüdür, gətirməliyəm məktəbə ki, gəlib burada mən birin ora, birin bura yiyəsiz necə atım onları. Yəni, çox qanunsuzluqdur, sözümüzə, müraciətimizə heç kim baxmır. Mənim uşağım 9-cu sinifdədir, Rus sektorudur. Adım vururam, humanitar təmayüllü liseyi Azərbaycan sektora çıxır. Ona görə sizdən xahiş edirəm, övladımın, 9-cu sinifdə oxuyan övladımın 5-6 dənə sinif yoldaşın 3 aldığına görə çıxardıqdır. Hətta 2 müəllimi də çıxardıq, heç iş belə tapmır. Həmən müəllim ortalıqda qalır, savadlı müəllimdir. Çox uşaqda hamısı çıxıbdır. 11-ci sinifin uşaqların 20 dənə attestatı 2 aldığına görə valideynlər cırıbdı, tullayıbdı, ondan sonra gedib məhkəmə yolu ilə alınıbdı. İndi də bizim uşaqlara da deyir ki, yaxşı mənim uşağım 3 aldı.
Kasıb uşaqdır. Mən də özəldə oxutdura bilmirəm. Gözüm görmürdü ki, mən orada humanitar təmayüllü liseyi var, aparım qoyum ora. Yox, ona görə də dövlətə qoymuşam. Bu günlərimdə mənim uşağımı sıxışdırırlar. Mənim uşağımdakı psixologiyası pozulur. İstəmir məktəbdən çıxsın, sinif yoldaşlarından ayrılsın. 3 qiymət, indi hamının qiyməti 5 ola bilməz ki. 3 qiymətli özü deyir ki, kabinetinə çağırır ki, əgər uşağını çıxardırsansa yaxşı qiymət yazıram, uşağını çıxart. Nəzakət Əsgərova, humanitar liseyin rəhbəri, illər öncə 88 nömrəli məktəbi demək olar ki, zəbt elədi. O məktəbi ləğv elədi. Onlar da bizim kimi nə qədər mübarizə apardılar, heç nə əldə edə bilmədilər. Sonra keçən ildə, səhv etmirəmsə, bizim direktorumuz Fəridə Şərifova Fəridə idi. İndi böhtan oldu, nə oldusa bilmirəm. İndi deyilənə görə Fəridə xanım bəraət qazanıb. Yəni o işindən uzaqlaşdırıldı. Amma hansı ki, indi o deyir ki, məhkəmədə bəraət qazanıbdı. Yəni ki, ona böhtan atılıbdı. Fəridə xanım demək vəzifəsindən uzaqlaşdırılandan sonra bax o hasar belə vuruldu, çox belə jargonla, öz komandası ilə hücuma keçdi. Öz komandası ilə birlikdə gəldi, hücum elədi bura. Da məsələn mədən formada gəlib demədi ki, müvəqqəti olaraq məsələn mənim sizin məktəbə rəhbər təyin olunub. Şəxsən mən bir neçə valideynlərlə bir çox qurumlara müraciət elədik. Yəni baş idarəyə. Mənə yəni ki, verilən cavab bu oldu ki, yuxarı instansiyalara yəni edilmiş müraciətə əsasən bu məktəb birləşdirilməyəcək. Sadəcə Nəzakət Əsgərova müvəqqəti olaraq rəhbər təyin olunub. Növbəti ildə, yəni keçən il 2024-cü ildə ora rəhbər təyin olunmalı idi. Və olunmadı. Bir sözlə açıq rüşvətxorluq gedir də. Deməli kimin imkanı var, onları seçir saxlayır. 500 bu illəri 500 tələbə buradan təxris edib. Hamısına 2 yazır, yola salır. Kim gətirib pulu var, imkanı var, 2000-dən pulu verir, ona təzədən karandaşla yazılma şeylərdir. Hamısını düzəliş edir, 4-3 edir, 5 edir, saxlayır, imkanlı. Bizim kimi kasıblarda aralaşdırır buradan. İndi də bizim uşağı nə çıxardıb aparıb ayrı məktəbə qoya bilmirik. İndi xanımlar danışır ki, tək birinci sinif ne? Bütün elə bir ki, bütün siniflərin bura qəbulun bağlayıbdır. 38-17 nömrəli Bağlayıbdır. Oradan səbəbi nədir? Oranın direktorudur, istəyir ki, burada təmiz tələbələr azalsın. Nazirliyə müraciət eləsin ki, azlı ikisini birləşdirəm, ikisini də liseyə ediləm. Qardaş, bizim imkanımız yoxdur uşağı. Biz istəyirik dövlət məktəbində oxusun uşağımız. Gülbəniz Səfərova, Günay Salayeva, Patrul, Az.